Salam dostlar, günləriniz xoş getsin. Dostlar, bu dünyada vəziyyət belədir ki, bizim bu ruhani, cismani, mənəvi strukturumuz necədirsə, yəni təpədən dırnağa biz necə isə, bu dəhşətəngiz mexanizm heç bir canlı məxluqun yenidən yarada bilməyəcəyi və təbiətinin bətnindən doğan bu struktur necədirsə, hansı mahiyyətə malikdirsə, onun ortaya çıxartdığı təzahürlər də, atmosfer də bu struktura bağlı olur. Yəni, bu struktur özündən necə bir xassələr toplusu ehtiva edirsə, onun meydana çıxartdığı təzahürlər, mənzərələr, davranışlar, atmosfer də ora uyğun olur. Necə deyərlər, yeni atalar sözünə uyğun olaraq ifadə etsək, əsas ürəkdir. Hələlik günləriniz xoş getsin.